Salam Çinarə, hər vaxtınız xeyir olsun. Artıq havada sərinlik, şaxta əməli hiss olunur və təbii ki, payız-qış mövsümü ilə əlaqədar olaraq insanlarda istiliyin nə vaxt veriləcəyi ilə bağlı sual yaranır. Və təbii ki, Bakı şəhəri üzrə təhsil idarəsindən məsələyə mövqe bildirilib. Qeyd olunur ki, yəni məktəblərdə, ümumi təhsil müəssisələrində istilik elə Azəristilik Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə noyabrın 15-dən etibarən başlayacaq. İstilik mövsümü həmin gündən etibarən başlayacaq və aprelin 15-nə qədər davam edəcək. Elə payız-qış mövsümü ilə əlaqədar olaraq avqustun axırından, sonlarından etibarən məktəblərdə və digər məktəbə qədər ümumi təhsil müəssisələrində, eyni zamanda ümumi təhsil müəssisələrində bununla bağlı monitorinqlər aparılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən məktəblərdə bununla bağlı yoxlamalar aparılır. Hər hansı nasazlıq aşkar olunduğu təqdirdə onun aradan qaldırılması üçün təmir işləri də görülür və həmin məktəblər də müəyyənləşdirilir və bir məqamda qeyd edelim ki, bəzi rəqəmlər var. Bakı şəhəri üzrə təhsil idarəsindən elə əldə etdiyimiz informasiyaya görə, yəni hazırda ümumi təhsil müəssisələrinin 133-ünü Azəristilik Açıq Səhmdar Cəmiyyəti mərkəzləşdirilmiş formada, 206-sını fərdi qazanxana vasitəsilə, digər qalan 4-ünü isə fərdi və mərkəzləşdirilmiş formada istiliklə təmin edir. Eyni zamanda bir məqamda qeyd edeyim ki, məktəbə qədər ümumi təhsil müəssisələrində isə onlardan 95-i fərdi qazanxana, 116-sı Azəristilik Açıq Səhmdar Cəmiyyəti tərəfindən mərkəzləşdirilmiş formada istiliklə təmin olunur və bir məqamda xüsusilə vurğulayım ki, yəni hazırda ümumi təhsil müəssisələrinin hardasa 62%-ə yaxını, ümumiyyətlə 62%-ə yaxınını Azəristilik Açıq Səhmdar Cəmiyyəti mərkəzləşdirilmiş formada istiliklə təmin edir. Digərləri isə qazanxanalar vasitəsilə eyni zamanda fərdi və digər mərkəzləşdirilmiş formada istiliklə təmin olunur. Eyni zamanda bir məqamda qeyd olunmalıdır ki, bəzi ucqar ərazilər də var ki, orada yəni nə mərkəzləşdirilmiş formada, nə qazanxanalar vasitəsilə istilik təmin edilə bilmir. Odun sobaları və digər vasitələrlə təmin olunur və orada da vəziyyət bir qədər çətindir. Elə onun həmin məktəblərin müəyyənləşdirilməsi və həmin ərazilərində istiliklə təmin olunması yəni istiqamətində müəyyən işlər görünür. Çünki istilik olmadığı təqdirdə yəni rahatlıq, keyfiyyət məsələsi aşağı düşür ki, bu da təbii ki, təhsil alanların tədris keyfiyyətinə də mane olur. Həm təhsil alanların, həm də təhsil verənlərin tədris keyfiyyətinə də müəyyən mənada təsir göstərir. Elə Bakı şəhəri üzrə təhsil idarəsindən də bununla bağlı mövqe bildirildi ki, hazırda monitorinq işləri aparılır, həmin məktəblər müəyyənləşdirilir və onların da istiliklə təmin olunması istiqamətində işlər görülür və elə noyabrın 15-dən etibarən də istilik mövsümü başlayacaq, aprelin 15-nə qədər davam edəcək. Yəni ümumi və məktəbə qədər ümumi təhsil müəssisələrində, yəni ümumiyyətlə təhsil müəssisələrində noyabrın 15-dən etibarən istilik mövsümü başlayacaq və həmin məktəblərdə istiliklə təzcih olunacaq. Bakı şəhəri üzrə təhsil idarəsinin təqdim etdiyi informasiya və istilik mövsümü ilə bağlı çatdıra biləcəklərimiz bu qədər idi. Sözü yenə sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsənə. Bu aktual mövzu ətrafında kifayət qədər məlumatları bizimlə bölüşdün.